İnanc, maddiyyat və milli mənəviyyat bizi ayaqda tutan nədir? Bəzən cəmiyyətlərin inkişafdan qalmasını birbaşa dini inancla əlaqələndirir, bunu sübut etmək üçün Qərb və Şərq dövlətlərini bir-biri ilə müqayisə edirlər. Bu müqayisə ilk baxışdan inandırıcı görünə bilər, çünki gözlə görünən fərq bir tərəfdə texnoloji və iqtisadi inkişaf, digər tərəfdə geri qalma həqiqətən mövcuddur. Lakin məsələ bu qədər sadə deyil. İnkişafın səbəbini yalnız dinə bağlamaq, eyni coğrafiyada, eyni dinə mənsub olan, lakin tamam fərqli inkişaf yolu keçmiş onlarla ölkənin mövcudluğunu görməzdən gəlməkdir. Çıxış yolunu ateizmdə görənlər isə adətən bəzi Avropa ölkələrini nümunə göstərirlər. Güya orada dinin geri çəkilməsi məhz inkişafın səbəbi olub. Lakin reallıqda ateizm nə yüksək rifahın, nə də xoşbəxt yaşayışın qarantiyası deyil. Bu, səbəb-nəticə əlaqəsinin səthi şəkildə tərsinə oxunmasıdır. Bunun ən bariz nümunəsi SSR-dir. O dövrdə ateizm dövlət səviyyəsində təbliğ olunur, universitetlərdə elmi ateizm fənni tədris edilir, tələbələr bu fəndən imtahan belə verirdilər. Din institutlaşdırılmış şəkildə sıxışdırılır, məbədlər bağlanır, ruhanilər təqib olunurdu. Əgər ateizm həqiqətən tərəqqinin açarı olsaydı, bu tarixin ən sürətli və davamlı inkişafına gətirib çıxarmalıydı. Lakin nəticə tam əksi oldu. O nəhəng dövlət iqtisadi və ideoloji baxımdan dağıldı, üstəlik dağılmadan sonra həmin ərazilərdə din yenidən, bəzən hətta daha güclü şəkildə geri qayıtdı. Bu fakt öz-özlüyündə din bərabərdir geriləmə, ateizm bərabərdir inkişaf formulunun nə qədər sadəlöf olduğunu göstərir. Digər tərəfdən Avropa və Amerika artıq tamamilə ateistdir iddiası da doğru deyil. Bu, çox vaxt səthi müşahidələrə əsaslanan bir stereotipdir. Reallıqda bu ölkələrdə kilsələr fəaliyyət göstərir, insanlar ibadət edir, dini bayramlar geniş şəkildə qeyd olunur, siyasi xitablarda belə dini dəyərlərə istinad edilir. Orada yaşayanlar, hətta qısa müddət səfər edənlər belə bunun canlı şahididir. Doğrudur, sekulyarlaşma prosesi gedir, lakin sekulyarlaşma ilə kütləvi ateizm eyni şey deyil. Biri ictimai həyatın dindən ayrılmasıdır, digəri isə fərdi inancın tamamilə yox olmasıdır. Bu ikisini qarışdırmaq mövcud reallığı təhrif etməkdir. Bəs insanı dindən uzaqlaşdıran, ateizmə yönəldən nədir? Bu sual cavabını çox vaxt fəlsəfi mübahisələrdə yox, sadə psixoloji bir mexanizmdə tapır. Maddiyyata bağlılıqda. İnsan rifah içində yaşadıqda, ehtiyaclarının çoxu ödəndikdə, gələcəyə dair narahatlığı azaldıqda, təbii olaraq özünü daha güclü və müstəqil hiss etməyə başlayır. Bu hiss tədricən bir illüziyaya çevrilir. İnsan elə bilir ki, sahib olduğu sərvət, status və ya təhlükəsizlik hissi öz bacarığının nəticəsidir və bu vəziyyət dəyişməz olaraq davam edəcək. Belə bir məqamda Allaha, taleyə ehtiyac hissi zəifləyir, çünki insan artıq özünü öz başına idarə edən varlıq kimi görür. Maddiyyat bu mənada təkcə əşya və pul deyil, o eyni zamanda bir növ psixoloji müstəqillik illüziyasıdır. Məhz bu mexanizmi balanslaşdırmaq üçün İslam imkanlı insanları ehtiyacı olanlara yardım etməyə təşviq edir. Bunun arxasında sadəcə sosial ədalət düşüncəsi deyil, daha dərin bir məntiq dayanır. İnsan başqasına əl uzatdıqca öz acizliyini, hər şeyin Allahdan asılı olduğunu unutmur, mərhəmət hissini itirmir və cəmiyyətdəki tarazlıq qorunur. Yardım edən insan eyni zamanda özünə xatırladır ki, bugün sahib olduğu hər şey sabah əlindən çıxa bilər və bu şüur onu təvazökar saxlayır. Əlbəttə, bu o demək deyil ki, insan maddiyyatdan tamam imtina etməli, kasıb yaşamalıdır. Əsas məsələ sərvətdən düzgün istifadə etmək, onun məqsədə çevirmək yox, vasitə kimi görməkdir. Həyat isə yalnız sabitlikdən ibarət deyil və heç vaxtda olmayacaq. Təbii fəlakətlər, ağır xəstəliklər, yaxınların itkisi, iqtisadi böhranlar, bunların heç biri insandan icazə almır. Məhz belə anlarda maddiyyatın həqiqi sərhədləri üzə çıxır. Pul ağrını yüngülləşdirə bilər, lakin mənanı qaytara bilməz. Əmlak təhlükəsizlik hissi verə bilər, lakin ölümün, itkinin və ya taleyin qarşısında heç bir təminat təşkil etmir. Belə anlarda insanı həqiqətən ayaqda tutan onun var-dövləti deyil, mənəviyyatı və inancıdır. Yalnız maddiyyata bağlı, Allahını unutmuş insan çətinlik qarşısında tez sınır, özünü itirir, bəzən hətta özünə qəsdə meyilli olur.
Çünki onun bütün dünya görüşü hər şeyin nəzarətdə olması fərziyyəsi üzərində qurulub. Bu fərziyyə dağılan kimi isə daxili dayaq da çökür. Mənəviyyatı güclü insan isə ən ağır sınaqları belə nisbi dözümlə qarşılayır. Çünki onun dünya görüşü əvvəlcədən bunu nəzərdə tutur. Bu dünyada hər şey müvəqqətidir. Hər sınaq bir mənaya xidmət edir və insan tək deyil. Təsadüfi deyil ki, statistik müşahidələr göstərir, inancın zəif olduğu və ya heç olmadığı mühitlərdə özünə qəsd hallarına daha çox rast gəlinir. Burada söhbət təkcə İslamdan getmir. Bu, ümumiyyətlə inanc fenomeninin insan psixikasına verdiyi sabitlikdir. Bununla belə, digər inanc sistemlərinin İslamın yerini tam verə bilməsi şübhəlidir. Çünki onlarda nə həmin bütöv həyat fəlsəfəsi, nə də təhrif olunmamış bir mənbə mövcuddur. Məsələnin siyasi tərəfi, dəyərlərimizə niyə hücum edilir? Mövzunun təkcə mənəvi deyil, ciddi siyasi tərəfi də var və bu tərəfi görməzdən gəlmək, məsələni yarımçıq başa düşmək olardı. Son vaxtlar Azərbaycan informasiya məkanında Allah yoxdur ideyası kifayət qədər aqressiv, koordinasiyalı şəkildə yayılır. Diqqət ediləsi məqam budur ki, bu cür məzmun çox vaxt təsadüfi fərdi paylaşımlar formasında deyil, müəyyən bir nümunəyə uyğun, oxşar dil və üslubla qısa zaman çərçivəsində kütləvi şəkildə ortaya çıxır. Bu özlüyündə artıq onu sadəcə fərdi fikir mübadiləsi çərçivəsindən çıxarır və daha çox məqsədə yönəlmiş, dəstəklənən bir tendensiyaya bənzədir. Burada sual yaranır, niyə məhz din hədəf seçilir? Cavab sadədir. Çünki Azərbaycanda əhalinin böyük əksəriyyəti bu dinin daşıyıcısıdır. Din burada təkcə fərdi ibadət forması deyil, həm də cəmiyyəti birləşdirən, nəsillər arasında körpü rolu oynayan, milli kimliklə üzvü şəkildə bağlı olan fundamental amildir. Bir cəmiyyəti zəifləşdirmək istəyən hər kəs üçün ən səmərəli yol onun ən böyük birləşdirici qüvvəsini zədələməkdir. Bu, hərbi müdaxilədən qat-qat ucuzdur, lakin nəticəsi etibarilə daha dağıdıcı bir vasitədir. Tarix göstərir ki, milli mənəvi dəyərləri sarsılmış xalqlar asanlıqla idarə olunur, daxili orientasiyasını itirir, öz tarixi yaddaşına və gələcək vizyonuna bağlılığı zəifləyir. Belə xalqlar zahirən hələ də mövcud olsa da, daxilən artıq müstəqil qərar vermə qabiliyyətini itirmiş olur, sonda isə həm özləri, həm də dövlətləri tarix səhnəsindən silinir. Bu prosesin kimlərin marağına xidmət etdiyini araşdırmaq, sual vermək və diqqətli olmaq hər kəsin öz vətəndaşlıq borcudur. Bəziləri bunu sadəcə millətçilik adlandıra bilər. Biz dinə qarşıyıq, amma millətimizi, dövlətimizi sevirik formasında. Lakin bu izahın özü daxili ziddiyyət daşıyır. İfrat millətçilik adı altında xalqın əksəriyyətinin müqəddəs saydığı dəyərlərə hücum etmək əslində eyni zərbə ilə həm milli, həm də dini kimliyi zəiflətməkdir. Çünki Azərbaycan kontekstində bu ikisi tarixən bir-birindən ayrı inkişaf etməyib. Birini qorumaq istəyərkən digərini dağıtmaq məntiqi baxımdan özünə zid bir mövqedir. Bu fikirləri yayanların çoxu, çox güman ki, məsələnin bu geniş siyasi miqyasından xəbərsizdir. Onlara əsasən populyarlıq, izləyici sayı, viral olmaq və bundan əldə edilən maddi gəlir maraqlandırır. Beləliklə onlar şuurlu şəkildə kiminsə agenti olmasalar da, fərqinə varmadan daha böyük bir prosesin alətinə çevrilirlər. Bu da məsələni daha da mürəkkəbləşdirir. Çünki burada artıq aydın düşmən obrazı yoxdur. Sadəcə maraqların təsadüfən üst-üstə düşməsi var. Gec-tez bu məsələ öz həllini tapacaq. Lakin bunun üçün cəmiyyətin özünün məsələnin mahiyyətini anlaması vacibdir. Nəticə. Bu cür həssas mövzularda diqqətli olmaq lazımdır ki, heç bir xarici qüvvənin əlində, bilərəkdən və ya bilməyərəkdən alətə çevrilməyək və nəticədə xalqımızı, dövlətimizi təhlükəyə atmayaq. Sağlam müzakirələr vacibdir. Hər kəsin fikrinə, inancına hörmət göstərilməlidir. Çünki cəmiyyətin inkişafı yalnız müxtəlif baxışların açıq toqquşmasından mümkündür. Lakin müzakirə ilə təhqir arasında nazik, lakin aydın bir sərhəd var. Əhalisinin əksəriyyəti inanc sahibi olan bir xalqın əsrlər boyu formalaşmış dəyərlərini davamlı istehza ilə aşağılamaq artıq fikir azadlığının təzahürü deyil. Bu, açıq qərəzlilikdir və nəticədə cəmiyyəti içərdən parçalamağa xidmət edir. Məhz buna görə də bu mövzuda sadəcə emosional reaksiya yox, soyuq başla kəhlil və məlumatlılıq lazımdır.